Aparıcı Zaur Baxşəliyev uşaqlıq illərində yaşadığı ağır və unudulmaz travma barədə danışıb. Demokrat xəbər verir ki, tanınmış aparıcı bu haqda öz proqramında səmimi etiraflar edib. O bildirib ki, uşaq yaşlarında başına gələn bədbəxt hadisə onun yaddaşında dərin izlər buraxıb. Zaur Baxşəliyevin sözlərinə görə anası çaydanı qaynadaraq yerə qoyub və o, qardaşı ilə birlikdə ehtiyatsızlıqdan qaynar suyun üzərinə çıxıb. Nəticədə ayaqları ciddi şəkildə yanıb. Aparıcı qeyd edib ki, indi uşaqlar evdə dəcəllik edəndə onlara tez-tez irad tutur və ehtiyatlı olmalarını tövsiyə edir. Bu zaman anası ona uşaqlıq xatirələrini xatırladaraq zarafatla "Özün yadından çıxmısan" deyir. Zaur Baxşəliyev həmin dövrü xatırlayaraq bildirib ki, valideynləri üçün də vəziyyət olduqca çətin olub. Qardaşım, mən və bacım çox dəcəl idik. Anam bizi evdə tək qoyub gedə bilmirdi. Evdə sanki müharibə baş verirdi. O əlavə edib ki, ayaqları demək olar ki, tamam yanıb və bu ailəsi üçün çox ağır bir proses olub. Hətta bir dəfə anasının paltar qaynatdığı qazana düşdüyünü də xatırladan aparıcı bildirib ki, bütün bunlara baxmayaraq şükürlər olsun ki, hazırda həmin yanıq izləri qalmayıb, lakin yaşadıkları onun psixologiyasında iz buraxıb. Travmam var. Bu asanlıqla unudulan bir şey deyil, çox ağır bir prosesdir, deyə Zaur Baxşəliyev vurğulayıb.